Hoş gördük. Hürmetli toplantı iştirakçıları, aziz analar, bacılar, aziz atalar. Bizim Qarabağ faciəmiz əsrlər boyu yaşayacaq. Qarabağda olan əhvalatlar, Qarabağda olan bu haqsızlıqlar başqa dövlətlər tərəfindən, başqa millətlər tərəfindən, başqa liderlər tərəfindən həmişə təhrif olunub, həmişə geridə saxlanılır, ön plandan çıxarılır. Lakin Azərbaycanın böyük oğlu, ulu öndərin yadigarı İlham Əliyev, bizim prezidentimiz, elə böyük bir qəhrəmanlıq edir ki, o Azərbaycan tarixində uzun illər, əsrlər boyu yaşayacaq. Hələ belə şey olmuyor ki, 30 il, bu üzrü hesab edin, 30 ildən artıq işğalda olan torpaqları 44 gündə azad edəsən, özü də həm də azadlığın dalını dərhal sülh elan edəsən. O vəhşilərə. Mən onlara ayrət vermirəm. Çünki Qarabağ kimi gözəl bir diyarı nə günə salıblar. Bunu hamı görür, televizyalarda görür. Biz özümüz orada olmuşuz. Mən bu barədə danışmaq istəmirəm. Və mənim gözümün qabağında çox şeylər olur. Ancaq bununla belə Azərbaycan xalqının qeyrətli olur və həm də bu barədə aparmış olduğu siyasət nəinki Azərbaycan xalqının, nəinki Türk dünyasının, bütün dünya devlətlərinin başçılarını heyran qoyur. Məhdəm qalırlar. Mən Aydın bəyə yaxşı mənada qıptə edirəm. O çox böyük bir çətinliyə, böyük bir o cəsarətə imza atıb belə bir kitab yazır. Rəhbər haqqında və eyni zamanda qalib rəhbər haqqında söz demək, kitab da yazmaq, kitabı kütləvi şəkildə bırakmaq, bu hər adamın hünəri deyil. Buna böyük cəsarət lazımdır. Mən indi kitabı oxumamışam, ancaq onu demək istəyirəm ki, bu çox çətin məsələdir. Bizim hamımızın gözümüz qabağında prezidentimizin müharibə vaxtı, 44 günlük müharibə vaxtı danışıqları, çıxışları və televiziya qarşısında, televiziya ekranı qarşısından düşməməyi hamını heyran edirdi. Mən dözə bilmədim, bir dənə məktub, balaca bir məktub, bir kəlmə söz yazdım, göndərdim. Prezident aparatına yazmışdım, bugün kimi yadındadır. Hörmətli prezident, qələbəni ancaq sizin dilinizdən eşitməyə arzuluyuram. Bunu səbirsizlə gözləyirəm. Vəssalam, bunu yazmışdım. Siz mənə sonra zəng elədilər ki, belə bir şey prezident aparatına, nə haldan yazmışsan, nə yazdın? Olanı yazdım da. Sizin yadınızdadır, yaşlı nəslin daha çox yadındadır. Biz televiziyanın ekranına baxanda 44 gündə prezidenti görürdük. Hər gün informasiya verirdik. O mənim məzmununa belə bir şey yazdı. Və mən bilirəm müharibə nədir, mən bilirəm o fədakət nədir, mən bilirəm müdafiə nədir, mən bilirəm azadlıq nədir, müstəqillik nədir, o necə qazanılır və necə saxlamaq lazımdır. Ancaq bununla belə onu başa çatdırmaq və qalib olmaq hər bir rəhbərə nəsib olmur. O, prezidentimiz İlham Əliyevə nəsib oldu. Bir kəlmə, bir bağışlayın vaxtınızı alıram, üzrə hesab edin. Mən hələ təsəvvür edə bilmirəm ki, və eyni zamanda sizə deyirəm, heç bir 30 ildə heç bir rəhbər, birinci şəxs Qarabağa ayaq basa bilmir. Ancaq prezident İlham Əliyev qalib gəldi, Qarabağa getdi, özü getdi, birinci. Sonra ailəsinlə yaxın silahdaşı xanımı ilə birlikdə getdi. Sonra nə elədi? Sonra onunla birlikdə getdi, Qarabağda gecələdi.
Sonra neylədi? Sonra öz aile üzvləriyle birlikte, öz balalarla, aile üzvləriyle birlikte gitti, orada gecələdi. Her adamın işi değil. Her rəhbərə has olan şey değil. Bu qeyri-adi bir işdir. Gör ne kadar Qarabağ həsrətində qalıb, ne kadar torpaq sevir, ne kadar insanları sevir, ne kadar insanlara hürmet edir, ne kadar insanlar için yaşamağa canlı fəda etməyə hazır olur. Bak bu bizim prezidentimizin için. Ben aferin deyirəm bizim bu balamıza, bu oğlumuza ki belə bir riskə imza atır. Onun hakkında, prezident hakkında kitap yazır. Bu Ali Başkomandandır. Belə sözləri çok az adamlar hakkında demiyorlar. Çok az adamlar hakkında söz demiyorlar ve özde müsbət söz, cəsarət tələb edir. Böyük cəsarət, yazıcı böyük cəsarət edib belə bir əsər yazır. Mən ümumiyyətlə baxıram, azdan çoxdan Qarabağı tanıyıram, bilirəm və eyni zamanda Qarabağda olan hadisələrin çoxunun şahidi olmuşam. O vaxtlar mən Daxili İşlər Naziri müavini işləyirdim. Sonra mən bir başka işlerle əlaqədar olarak Moskvalılar 55 yaşında beni pensiye gönderdiler. Çıkarttılar. Aradan 3 gün geçmemiş beni təzədən hüquq mühafizə sahasına Prezident Ədliyyə Nazirine bağlı təyin edildiler. 12 ildə təzədən işlədi. Ve bütün bu müddət ərzində Qarabağda gördüklərimi mən hesab edirəm ki, bağışlayın, mən üzrlü hesab edirəm. Çok az adamlar görür. Ancak böyüklük oradadır ki, bunu görəsən, sonra bunu başkalarına çatdırasan, başkalarının başa düşə bildiği dildə yazıp halka verəsən. Bu yazıcının böyük məharətidir, böyük uçaqlığıdır, böyük cəsarətidir. Mən ona öz təşəkkürümü bildirəm, öz adamı. Və bugünkü bu tribunaya çıxmağımda da məqsəd sadəcə olaraq bu məsələləri sizə demək istəyirəm. Qarabağ cəmaatının vəziyyətinin yaxşılaşdırılması üçün bundan sonra hamımız bir əskər kimi qulluq eləməliyik. Azərbaycan xalqının qeyrəti bütün dünya məlumdur. Bizim prezidentimiz belə bir üzür hesab edir, mən bunu müşahidəmlə deyirəm və tarixdə heç vaxt oxumamışamdır. Bizim prezidentimiz öz cəsarətinlə, öz gücünlə, öz prinsipallığınla, öz vətən sevgisindən, öz xalq sevgisindən, millət sevgisindən, millətçiliyinlə yaxşı mənada bütün dünya devletleri, liderleri arasında yüksek rütbəli şəxslərin, rəngli şəxslərin içərisində xüsusi hörmətə malik oldu. Bu cəsarəti özü yarattı. Bugün bizim prezidentimiz dünyanın lider devletler arasında, lider Kitay, Çin kimi, Hindistan kimi, Amerika Birləşmiş Ştatları kimi ve qeyri Avropa ülkelerinin daxil olmaq şərtləri hamısı o prezidentler səviyyəsində balaca bir devletin prezidenti kimi özünü başka devletlerin başçıları sırasına kaldırdı ve belə bir nüfuz kazandı. Eşq olsun ona. Ve ikinci teşekkür ise yazıcıya düşür. Tebrik ederim size kitabınızı. Üzülü hesap edin, vaktinizi çok alın. Sağ olun.